İkinci mərhələ. Qur'anı Peyğəmbərdən təlim alan birinci mərhələnin sahabə qariləri. Birincilər, məsələn üçün deyək 7 nəfər var burada. Bu qariləri Qur'an və onun qiraətini təlim etməyə vəzifəsini daşıyırlar. Peyğəmbər sədət keçib, bir cəhətdən xoş halı var. Bir cəhətdən boynu məsuliyyət var. Nə? Get dərs keç. Adsan ünvanında bizə bəzi bir müddət mod düşmüşdü bu. Mən özüm canlı şahid olmuşam. İndi kimin dərsi, hansı məhcid mod demirəm. Biraz müəyyən şey, ətəbi mən qoruram, əxlaq qoruram ki, ayıb olsun. Məsələn, filankəs ustadın dərsində mən otururam. Neçə il, 2 il dərs istəyəm. Hansı sahə? Məsələn, filan dərs. Nə bilirsən? Burada öyrəndiyi danış. 0. Niyə? Desinlər ki, filankəs hacının, məşədinin, ustadın dərsində oturub, deməli, hə, yox, onu ölçülmür. Nə bilirsən, ortaya çıxaq bildiyi? Peyğəmbərdən birbaşa bu adam dərs alıb. Gözəl. Hanı onun xumsu zəkatı? Hanı? Və mimma rəzəqnahum yunfiqun. Mən keçəm artıq əlavə mövzular. Çünki Quran ixtisasıdır, sevdiyim mövzularım və bir ixtisasında budur, bilirsiniz. İstər-istəməz insan girib Quran içərisinə. O üçün də gəlir Quran zehnimizə məlumatlar. Bəqərədə ayəmiz var. Müttəqilər kimlərdir? Namaz qılanlar, qeyb aləminə iman və mimma rəzəqnahum yunfiqun. Onlara verilənlərdən infaq etməliyik. Bir nəfər deyir ki, İmam Sadiq dedi, bəli. Deyir, axı mənim bir işim yoxdur, Allah yolunda bir pul verim, pal-paltar verim. Dedi, elmin var. Dedi, hə, deyir, onu infaq elə də. Hələ hər şey elə pulla ölçülür. Nəzir ancaq pulla olmalıdır. Mənəvi nəzirlə, fiziki nəzirlə. Hələ ancaq biz niyə artıq bu nəzir eləyəndə pula, qoyuna, inəyə, cöngüyə. Bir də həyatdan toğu almağa pulu yox, həyatdan toğu yox, xoruzu yox. İnəyə nəzirli. Bu nə nəzir daxil? Demişəm, nəzirlərin qəbulu üçün şərtlər var. Onlar yerində olmasa, nəzir də qəbul deyil. O əhkimə aiddir, o barədə inşallah bilirsiniz. Və demişim məlumat. Bunda həmçinin, nədir sən vəzifən? Dərs almısan Peyğəmbərdən. Vəzifən nədir? Təlim etmək. Get, elmin zəkatını ver. Peyğəmbər vəfatından sonra, Peyğəmbər şəhid olandan sonra, vəfat ümumi sözdür. Yəni, dünyasını dəyişmək. Necə dünyasını dəyişib? Zəlil halda, yoxsa fəxirli halda? Demişəm, mübəlliğ hədisdir. Nə vaxt ölsə, din təbliğatçısı şəhiddir. Peyğəmbər bilirsiniz də, onu zəhərləyiblər. Bilirsiniz də, onu alaşıb bunu. O üçün şəhiddir də bu adam. Vəfat ümumidir. Hamısı, hər bir insan vəfat edir. Dünyasını dəyək. Bu ümumi sözdür. Və necə ölüb? Deyir ki, hə, şəhid pilləsində. Şəhid elə sırf İmam Hüseyin deməliyik biz ki, başı kəsilib. Yox. Şəhid tək onu deyil ki, din yolunda ölən nə vaxt ölsə şəhiddir. Bundan sonra bəzi sahabələr, baxın, demişəm, diqqət edin. Sahabələr hamısı yox, hamısı yox. Nədir kitab? Bəzi sahabələr, hamısı yox. Səhət deyəndə ki, yox, saxla. Harda yazıb hamısı? Bəzi sahabələr. İndi niyə bəzisi yox? Aha, qəşəng mövzu da açılır ki, bəs ona bəzi hardadılar həm vaxtlarda. Bəzi sahabələri Qur'anın qiraəti sahəsində xeyli məşhurlaşdılar. Hamısı yox. Baxın, Qur'anın qiraəti. Adam var ki, heç kimdir, gələ bu yola, bu qapıya. Olur filan kəs. Neçə illər İmam Hüseynin mən danışıram, sən danışsan, mərsiyə deyirik, roza deyirik, heç yerə işləmirik. Biz hara dolanırıq? Cəmaatın pulun sayəsində. Cəmaat ehsan verir, bir nəlim pul verir, bir nəlim yemək verir. O qapıdan görsən, hamı yeyirlər, dolanırlar. Və sonra özlərinlə, mən filan kəs, sən filan kəs, necə filan kəs? Sən bu qapıdan ortaya çıxmasan da, qapı sənə adam eləyib. Sən əvvəl kim idin ki? Bu qapının sahəsində sən məşhurlaşmısan. İndi bu qapıda yenə bir məclis var. Deyirsən ki, daha mən ehtiyacım yoxdur pula. Hə, mən gəlmirəm. Daha ehtiyacın yoxdur, hə? Amma ehtiyacı onun deyə qəşəng bura gəlib ağlayırdın, sızırlayırdın, mərsiyə. Baxın həyatımıza, baxın kənara. Belə insanlar var çox təəssüf həyatımızda. Daha gəlmək istəmirlər. Mən vaxtım yoxdur. Əvvəla sən vaxtın var, indi niyə gəlmirsən? Bu qapının sahəsində tanınmısan, oldun məşhur. İndi qapı tanımırsan, hə? Məşhurlaşırlar. Belə ki, onların qiraəti və müshəfləri müsəlman arasında geniş yayıldı.
filankəs qarinin müsəfi və tanındı. Kitabın 3-cü hissəsində o sahabələrin Übəy və Abdullah barəsində biz danışdıq. Übəyin sahabəsi, Übəyin müsəfi dediyi cəhətlər, xüsusiyyətlər, nədir bu? Zeydin müsəfi demişdi də budur. Düzdür, oxuduq qurtardı.